Yay sezonunun gözlənilən salatlarından vişne salatı edirik. Hazırlayacaq olan hər kəsə nuş olsun. İlk öncə pomidorları doğrayıram. Doğradığım pomidorları qaba əlavə edirəm. Qırmızı soğanları lay-lay doğrayıram. Doğradığım soğanları pomidorun üzərinə əlavə edirəm. Keşniş və reyhanları doğrayıram. Doğradığım göyərtini qaba əlavə edirəm. Vişnələri doğrayıram. Və vişnəni də əlavə edirəm salatımın üzərinə. Və ən son duz əlavə edirəm. Salatımız hazırdır. Çox gözəl salat oldu.